Bədən kinestetik intellekt də hərəkəti, idmanı sevən insanlar ki, onlar hərəkətli öyrənməyi sevirlər. Yəni bir yerdə oturub oxusa məsələn, yaxşı yadında qalmayacaq. Amma nə edəcək? Duracaq, gəzəcək, otaqlar arasında bir səyahət eləyəcək və nəticədə o, yəni də, nə deyirlər ona? Qan damar dövranı işləyəcək və beyninə oksigen ötürəcək. Suallarda evdə gəzə-gəzə oxuyan mən. Yanınıza alıram mən də gəzə. Bəli. Bədən kinestetik intellektə sahib olan insanlar praktik şəkildə öyrənməyi sevirlər. Praktik yəni bir işi icra eləyərək, tətbiq eləyərək öyrənməyi sevirlər. Bu bədən kinestetik intellektdir. Hə, bir də burada var aktyorlar, atletlər, rəqqaslar. Rəqqaslar niyə musiqi ritmli yox, bədən kinestetikə aiddir sizcə? Onlarda daha çox hərəkət önəmlidir, düzdür? Bədən əzəllərinin hərəkəti. İnsan rəqs eləyəndə bütün bədən əzəlləri nə olur? Hərəkət edir. Hərəkətli olur. Onu nəsə oxuyurlar? Hə, oxuyur, onu yoxuyur. Yəni də kitab rəqs eləyir, oxuyur. Ümumiyyətlə rəqqaslara deyir ki, bədən kinestetik aiddir. Yəni nümunə olaraq deyirik ki, bu hərəkətli insandır, yəni rəqqaslar da bədən kinestetikdir. Çünki məsələn də sinimizdə rəqqas çıxa bilər. Ki, o rəqqas olar gələcəkdə. Bu intellektləri biz niyə öyrənirik ümumiyyətlə? Ona görə öyrənirik ki, hamı gedib sabah alim olmaq məcburiyyətində deyil. Düzdür? Biri məsələn rəssam ola bilər, biri rəqqas ola bilər, biri memar ola bilər, biri məsələn jurnalist ola bilər, biri fəhlə ola bilər, biri usta ola bilər və s. Yəni öz sevdiyi bir peşəni ona biz nə edə bilərik? Önərə bilərik ən azından. Baxıram ki, bu işə otura bilmir, yəni dərs oxuya bilmir, qavraması zəifdir, amma yaxşı əl qabiliyyəti var, hərəkəti var və s. Ona özünə uyğun nələrsə bir istiqamətləndirə bilərəm, yönləndirə bilərəm. Yəni sabah gedib boş qalmazda bir peşəyə sahib olar.